Çox təəssüflər olsun ki, bu günləri insanların zövqünün korlanmasından bütün televiziyalarda, bütün mətbuat orqanlarında biz rastlaşırıq. Ancaq məni bir yaşlı jurnalist kimi, bir təcrübəli jurnalist kimi, həm bir Azərbaycan vətəndaşı kimi, həm bir Azərbaycan ziyalısı kimi narahat edən işlərdən biri də budur ki, dövlət tərəfindən təltif olunan adamlar, yəni bir sıra titullar olan xalq artistləri, əməkdar incəsənət xadimləri, əməkdar artistlər və ilaxıra dövlət tərəfindən təltif olunan adamlar efirə çıxanda hansı bitdə, hansı istiqamətlə çıxır, onlar özlərini unudurlar. Bilmirəm, hansı maraqdan, hansı dairədən bunlar yanaşırlar, hansı prizmadan yanaşıb Azərbaycan efirini belə zəbt edirlər. Yəni, bugün onların məqsədi nədir? Yəni, bugün Azərbaycan efirində xalqa qarşı bu qədər hörmətsizlik olmaz. O geyimlə, o davranışla, o hərəkətlə efirə çıxmaq olmaz. Sizin, əgər onların məqsədi o xanım artistlərdən söhbət gedir, xalq artistlərindən, əlbəttə, onları kimi axtarırlar, üzr istəyirəm, həcc axtarışına çıxıblar, efir həcc axtarışından ibarətdirmi? Burada Azərbaycan xalqı var, burada böyük kütlə var, burada auditoriya var. Ona görə də bunlar hamısı nəzərə alınmalıdır və xalqın milli dəyərləri qorunmalıdır. Mən gördüklərimi istərdim bugün deyim. Bilirsiniz ki, Azərbaycan televiziyasında zaman-zaman ciralanmış bir televiziya və orada hər şeyə hədd qoyulmuşdur. Yəni, ASTV-dən söhbət. Söhbət Azərbaycan Dövlət Televiziyasından gedir və Azərbaycan Dövlət Televiziyası və radiosunun aparıcıları yəqin ki, yaşlı nəslinin yadındadır. Onlara zinət əşyalarından belə istifadə eləmək qoyulmurdu, icazə verilmirdi. İstər kişilər olsun, istər qadınlar olsun. Məhər onlar veriş aparmırdılar. Onların titulları yox idi. Onlar xalq artistləri, tanınmış Azərbaycanın diktorlarıdır, incəsənət xadimləridir, dövlət xadimləridir. Bu adamlar efirə çıxanda həm dilimizi, həm mənəviyyatımızı, həm xalqımızın saflığını qoruyan insanlardır. Və bizə nə oldu bu son illərdə? Son 30 ildə bizim efirimizdə kim yaratdı bu özbaşınalığı? Nəyə qədər bu həcmətçilik olmalıdır? Hara qədər gedib çıxmalıdır bu həcmətçilik? Nəyə görə bu xalq artisti adım daşıyanlar o adım daşınmasının məsuliyyətini öz üzərlərində hiss eləmirlər? O əməkdar artist adını daşıyan müğənnilər, aktyorlar, aktrisalar efirə çıxanda açıq-saçıq çıxıb xalqın, ictimaiyyətin qarşısında öz istədiklərini eləyirlər. Buna bir son qoyulmalıdır. Kimsə buna qarşı almalıdır. Ya bunlara bir qəti bir geyim tətbiq olunmalıdır. İstər qadınlara, istər kişilərə. Əgər bunlar bu geyinib, bax, bu vitdə, yəni sərqəli bir vitdə çıxmalıdır tamaşaçının qabağına. Niyə saqqallı gənclərə, saqqallı adamlara üstünlük verilir? Biz Azərbaycan müasir ölkədir. Biz Avropaya inteqrasiya edirik. Azərbaycanın özünün milli dəyərləri var. Mən demirəm saqqal saxlanılmasın, saxla. Hər şeyə yanaşmaq olar, hər cür yanaşmaq olar. Ancaq efir mədəniyyəti var. Efirin özü etikası var, estetikası var, danışıq tərzi var, nitq mədəniyyəti var. Bunlar qorunub saxlanılmalıdır. Mən düşünürəm ki, qəti bir addım atılmalıdır. Hansısa bir nazirlik tərəfindən, ya aidiyyatı təşkilatlar tərəfindən efirə buraxılan, təltifi olan adamlar, ümumiyyətlə efirə çıxan aparıcılar, istər müğənnilər, istər aktyorlar efirə çıxanda konkret geyim forması müəyyənləşdirilməlidir. Və bu geyim forması ilə də bunlar xalqın qarşısına çıxmalıdır. Xalqın qarşısına, xalqın hüzuruna çıxanda sən təkcə özünü təqdim eləmirsən. Sən Azərbaycan xalqının milli dəyərlərini digər xalqlara təqdim edirsən. Və o bizim verilişlərin aparıcısına görə bəzi ölkələr bizim xalqımızı dəqiqləşdirir, tanıyır. Çünki bilirsiniz ki, aparıcılar xalqın gözüdür, yəni göz qabağında olan insanlardır. Əgər mənim aparıcım, mənim tamaşaçılığımın qarşısında ədəbsiz danışırsa və yaxud da ki, ədəbsiz bir formada geyinib, açıq-saçıq geyinib Azərbaycan xalqın dünyaya təqdim edirsə, mən istəmirəm mənim belə aparıcım olsun. Mən istəmirəm mənim xalq artistim çıxıb efirdə çox biabırçı vəziyyətdə dar paltarlar geyinib, libaslar geyinib əylə bizi biabır eləsin. Onlar özlərinə güzgünün qabağında bir baxıb, özləri görsünlər ki, mən heç olmasa özüm öz xoşuma gəlirəmmi? Efirə hörmətlə yanaşmaq lazımdır, ekrana hörmətlə yanaşmaq lazımdır, xalqa hörmətlə yanaşmaq lazımdır. Çünki bizim milli dəyərlərimizi biz qorumalıyıq, biz yalılar qorumalıyıq, biz Azərbaycan xalqı qorumalıyıq. Biz keçə bilirik və bu iş evindən çıxanda bunun valideyni, bunun yaxınlığı, bunun ətrafında olan qardaşı, bacısı, dostu, oğlu, övladı, bunun geyiminin, bunda nöqsanını görmürmü? Konkret olaraq bütün titullar olan adamlar efirə, ekrana buraxılanda onlara qadağalar qoyulmalıdır. Geyim qadağaları qoyulmalıdır. Onlar sərqəli, səhmanlı
bütün o bizim milli dəyərlərimizə xas olan geyimlə çıxmalıdır. Mən o elə geyimləri qəbul eləmirəm. Və mənim kimi milyonlarla insan qəbul eləmir. Çünki biz bununla hara gedəcəyimizi bilmirik, hara gedib çıxacağımızı bilmirik. Çox təəssüflər olsun ki, hələ istəyimizə nail ola bilməmişik. Ancaq mən qısa müddətdə bu yönümdə hamını çağırıram. Həm jurnalistləri çağırıram, həm ağsaqqalları çağırıram, həm ağbirçəkləri çağırıram. Bütün Azərbaycan xalqını çağırıram ki, bu yönümdə bir-birimizə ən azı dəstək olaq. Kömək olaq ki, bizim verilişlərimizə, bizim xalqımızın qarşısına çıxan insanlar tutduğu titulundan, tutduğu mövqeyindən asılı olmayaraq abır-həyanı qoruyub saxlasın. 1956-cı ilin fevral ayının 14-dən ilk dəfə Azərbaycanda bilirsiniz ki, televiziya yayımlarına başlanılıb, yəni vizual, görüntülü şəkildə bütün dünya Azərbaycanı tanımağa başlayıb. Yəni 1956-cı ildən bu günə qədər 69 il ərzində bizim qadınlarımız soyunub efirə çıxırdılar. Bizim görkəmli müğənnilərimiz Sara Qədimova, Şövkət Ələkbarova, Tükəcbən İsmailova, Qəndaq Quliyeva və yüzlərlə belə Mələk xanım və digər bizim müğənnilərimiz soyunub xalqın qabağına çıxıblar. O xalqın qarşısında buna görə tanınırlar. Xeyr, onlar səslərinə görə, onlar ədəb-ərkanına görə, öz geyimlərinə görə onlar milliliyi qoruyub saxlayıblar. İndi son günlər, məsələn, bir neçə gün bundan qabaq Aybəniz Haşimovanın yaradıcılıq gecəsində mən iştirak elədim. Heyran qaldım o xanımın. O da bir məktəb keçib, o da Şövkət Ələkbərovanın məktəbini keçib. O da böyük bacısı Şahnaz Haşimovanın məktəbini keçib. Və mən o xanımın geyiminə baxdım və onun gətirdiyi, onun getirmələrinin geyimlərinə baxdım, heyran qaldım. Məyər bunu Aybəniz xanım da həmin səviyyədə, həmin çərçivədə eləyə bilməzdimi? Çünki Aybəniz xanım öz əxlaqı ilə, iki Gülyazla Gülyanaq bacıları, məsələn, bunların geyimləri, Mələk xanım Əyibovanın çox ürəyim açılır onlara. Hətta inanırsınız ki, zövqümüz açılır belə müğənniləri, belə xanəndələr efirdə görəndə. Axı Azərbaycan efirinə soyunub tanınmaq lazım deyil. Azərbaycan ekranında geyinib ağlınla, səsinlə, öz varlığınla tanınmalısan. Çox təəssüflər olsun. Mən istərəm Azərbaycan xalqı mənim bu səsimə səs versin. Azərbaycanda bütün televiziyaların tutduğu mövqeyindən asılı olmayaraq geyim standartları olmalıdır. Bütün titulu olan insanlara, fərq eləməz xalq artistidir, əməkdardır və yaxud da ki, onun heç bir titulu yoxdur. Efirə çıxan müğənni, xanəndə, aparıcı bütün o geyim tərzi ilə fərqlənməlidir. Yəni açıq-saçılığa yol vermək olmaz.